Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 61. Plan tərtibi üçün lazım olanları seçin. 1. Azimut. Bəli, istiqamətləri təyin etmək üçün lazımdır. 2. Kartoqrafik proyeksiya xəritələrdə olur. 3. Miqyas, bəli, lazımdır. 4. Baş və xüsusi miqyas yenə xəritələrdə olur. 5 dərəcə toru da həmçinin xəritələrdədir. Şərti işarələr bəli plan tərtibi üçün lazımdır. Deməli 1, 3, 6 doğru cavablardır. 61-in cavabı C variantıdır. Sual 62. Doğru olan fikri müəyyən edin. A. Üfüqün cəhətləri planda kompasla təyin edilir ifadəsi yanlışdır. Çünki üfüqün cəhətləri planda şimala doğru istiqamətlənmiş ox işarəsi ilə təyin edilir. B. Azimut bucağı məhəldə transporterlə ölçülür ifadəsi də yanlışdır. Çünki azimut bucağı məhəldə kompasla ölçülür. Planda transporterlə ölçülür. C. Üfüqün cəhətləri planda dərəcə toruna əsasən təyin edilir ifadəsi də yanlışdır. Çünki üfüqün cəhətləri xəritədə dərəcə toruna əsasən təyin edilir. D. Yerüstü planalma dəqiq və gözəyarı planalmaya bölünür ifadəsi doğru ifadədir. 62-nin doğru cavabı D variantıdır. E-yə də baxaq. Üfüqün cəhətləri xəritə və qlobusda şimalı göstərən oxla göstərilir ifadəsi təbii ki, yanlışdır. Bayaq da dedik, üfüqün cəhətləri xəritə və qlobusda dərəcə toruna görə müəyyən edilir. Sual 63. Birinci planı ikinci plandan fərqləndirən cəhətləri təyin edin. Yaxınlaşdıram, daha aydın görsənsin. Deməli, baxaq. Birinci planda aydın görsənir ki, daha kiçik ərazi təsvir olunub digər plana nəzərən. Ona görə birinci planın miqyası ikinci planın miqyasından daha böyük olmuş olacaq. Buna görə də burada generalizasiya daha az olacaq. İndi gəlin baxaq cavablara. 1. Müfəssəllik daha çoxdur. Bəli, dəqiqlik planın miqyası böyüdükcə artır. Ona görə bir doğru cavabdır. 2. Generalizasiyaya daha çox məruz qalmışdır ifadəsi yanlışdır. Çünki generalizasiya daha azdır. Çünki daha böyük miqyasdadır. Daha kiçik ərazi təsvir olunduğu üçün generalizasiya azdır. 3. Daha böyük ərazi təsvir edilmişdir. Xeyr, bu ifadə yanlışdır. 4. Baş və xüsusi miqyasdan istifadə edilmişdir ifadəsi də yanlışdır. 5-ə baxaraq miqyası daha böyükdür. Bəli, bayaq da dedik, miqyas böyükdür digərinə nəzərən. 1, 5 doğru cavablardır. 63-ün cavabında, yəni A variantıdır. 63-ün cavabı. Sual 64. Bataqlıqların keçilməz ekstremal ərazilərin plana alınmasında istifadə edilir. Təbii ki, bu havadan plan almadır. 64-ün doğru cavabı B variantıdır. Keçdik 65-ci suala. Məhəllin planlaması hansı üsullarla aparılır ifadəsi, daha doğrusu sualı çox asan sualdır. Təbii ki, havadan plan alma və yerüstü plan alma cavab D variantıdır 65-də. Sual 66. Havadan plan almaya aiddir. 1. Daha dəqiq plan almadır. Xeyr. 2. Daha geniş ərazilərin təsvirində istifadə edilir. Bəli. 3. Keçilməz ərazilərin təsvirində istifadə edilir. Bunu bayaq da dedik. Bəli, bu da doğru cavabdır. 4. Dəqiq və gözəyarı növləri var. Bu yerüstü plan almaya aiddir. 5. Qütb və marşrut üsulları vardır. Bu da gözəyarı plan almaya aiddir. Deməli, doğru cavablar oldu 2 və 3. 66-nın cavabı B variantı. Sual 67. Dəqiq plan almaya aid olan fikirləri seçin. 1. Mühəndis topoqraflar tərəfindən həyata keçirilir. Bəli. 2. Qütb və marşrut üsulları vardır. Bu, yerüstü plan almaya aiddir. 3. Topoqrafik xəritələr tərtib olunur. Bəli, dəqiq plan almada. 4. Bir nöqtədə dayanaraq aparılan plan alma qütb plan almasıdır.
5. Teodolit və bussol kimi mürəkkəb alətlərdən istifadə edilir. Dəqiq plan almada, bəli. 6. Mezula, vizir xəttkeşi, ruletka, pərgər və s. kimi sadə alətlərdən istifadə edilir gözəyarı plan almada. Deməli, doğru cavablarımız oldu 1, 3, 5. 67-nin cavabı C variantıdır. Sual 68. Həqiqi sahəsi 144 kvadrat kilometr olan ərazinin 1,1 milyon 200 min miqyaslı xəritədə tutduğu sahə xəritədə neçə bütöv paletka damasına uyğun olar? Gəlin biz xəritədəki sahəni tapaq ilk öncə. Sonra ona uyğun hesablama işimizi aparaq. Deməli, xəritədəki sahə bərabərdir həqiqi sahə, yəni 144 bölünsün miqyasın kvadratı. Miqyasdan 5 sıfır atırıq 12, 12-nin kvadratı 144. Bərabərdir 1 kvadrat santimetr. Xəritədə bu 1 kvadrat santimetr olaraq təsvir olunub və biz bilirik ki, paletkada bir dama nə qədərdir? 0,25 kvadrat santimetr. 1 kvadrat santimetr olması üçün təbii ki 4 dama olması lazımdır. 4 dama da bərabərdir 1 kvadrat santimetrə. Yəni cavab 4 dama olacaq. 68-in doğru cavabı B variantıdır. Keçdik 69-cu suala. Miqyası 1 bölünsün 2 milyon olan xəritədə əkin sahəsi 2 kvadrat santimetrdir. Əkin sahəsi 100 kvadrat kilometr artarsa, əkin sahəsi neçə faiz artar? Gəlin ilk öncə biz həqiqi sahəni tapaq. Həqiqi sahəni düstura əsasən tapaq. Xəritədəki sahə, yəni 2 vurulsun. Miqyasdan 5 sıfır ataq 3, 4, 5, 20. 20-nin kvadratı da olacaq 400. O da bərabərdir 800 kvadrat kilometr. Bu bizim həqiqi sahəmizdir. 800 kvadrat kilometr 100%dir. Deyir ki, 100 kvadrat kilometr artarsa, əkin sahəsi neçə faiz artar? Gəlin 100 kvadrat kilometrin neçə faiz təşkil edildiyini tapaq. 100 kvadrat kilometr x faiz. X bərabərdir. Birbaşa cavabı yazacağım, vaxt getməsin. 12,5%. Deməli, 12,5% artacaq. Cavablara baxırıq. 69-un doğru cavabı B variantıdır. Sual 70. Azərbaycanın 1 bölünsün 800 min miqyaslı divar xəritəsində 42 dərəcə şimal enliyi və 38 dərəcə şimal enliyi arasındakı məsafə 50 sm olarsa, tərifi hesablayın. Gəlin ilk öncə verilənlərə əsasən biz həqiqi məsafəni tapaq. Daha sonra dərəcəyə əsasən həqiqi məsafəni taparıq. Deməli, həqiqi məsafə bərabərdir. Miqyasdan 5 sıfır atanda edəcək 8. 8-i də vuracaq 50-yə, yəni xəritədəki məsafəyə. O da edəcək 400 kilometr. Bu təhrifli olandır. İndi gəlin təhrifsiz məsafəni tapaq. Həqiqi məsafə, onu necə tapacaq? Təbii ki, dərəcə qiymətləri arasındakı fərqi tapmalıyıq. 42-dən 38 çıxanda 4 edəcək və biz meridian üzrə hərəkət etdiyimiz üçün təbii ki, 4-ü vurmalıyıq 111 kilometrə. Niyə? Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. O da bərabərdir 444 kilometr. Bu artıq dəqiq məsafədir. Dəqiq məsafə. İndi gəlin baxaq görək nə qədər təhrif olunub. 444-dən də 400-ü çıxsaq, bilərik ki, neçə kilometr təhrif olunub. Cavab oldu 44 kilometr, yəni 70-in doğru cavabı B variantı. Bu videoluk bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Kanalımıza abunə olub videolarımızı bəyənib paylaşmağı unutmayın. Çox sağ olun. Gələn videoda görüşmək üzrə.